Xeyr, hörmətli izləyicilər. Mən siyasətə qarışmıram. Amma bir məsələyə fikrimi bildirməsəm, münasibətimi bildirməsəm, vallahi ürəyim partlar. Siz gördünüzmü İsrail yönətimi nə etdi? Bizim dost hesab etdiyimiz İsrail, görürsünüzmü nə cür mənfur bir qərar qəbul etdik? Erməni soyqırımını, yəni güya türklər ermənilərə qarşı soyqırım ediblər. Dünyada heç vaxt baş verməyən bir hadisəni soyqırım kimi qəbul etdilər. Halbuki dünyanın bir çox ölkələri bunu qəbul etməyiblər. Baxmayaraq Ermənistan dəfələrlə dünyanın ölkələrinə müraciət edib. Amma çoxları bunu qəbul etmədi. Amma bizim dost hesab etdiyimiz, çox yaxşı münasibət bəslədiyimiz İsrail yönətimi Netanyahu nankörcasına bu qərarı qəbul etdi. Məyər o bilmirdi ki, biz Türkiyənin can bir, qəlb bir, dil bir qardaşıq. Məyər o bilmirdi ki, cənab prezidentimiz İlham Əliyevlə, cənab Erdoğan qardaş kimi bir-birinə münasibət göstərirlər. Doğma qardaş kimi siyasət yürüdürlər bütün dünyada. Bunu bütün dünya bilir. Məyər Netanyahu bilmirdi? Bilirdi, bilə-bilə də bir qərarı qəbul etdi. Çünki İsrailin heç vaxt dostu olmayıb. Bir baxın görüm dünyada hansı ölkə onunla dostdur. Bu müsəlmanın düşməni İsraillə, İsrail yönətimi ilə demək istəyirəm daha doğrusu. Kim dostdur? Baxın, bugünləri Ermənistanın baş naziri də ona öz fikrini bildirdi, bu qərarı qəbul etmədiklərini, heç bir münasibət göstərmədiklərini bildirdi. Bunu bütün dünya da bildi. İndi mən sizdən soruşuram. Bizim dostumuz Ermənistan prezidenti, baş naziri Paşinyandır, yoxsa Netanyahu? Deyirlər ki, atalar deyib ki, qeyrətsiz dostdan qeyrətli düşmən yaxşıdır. Mən çox şadam ki, bugünləri Xarici İşlər Nazirimiz dövlət səviyyəsində bu qərara münasibətini bildirdi, qəti surətdə bildirdi, çox kəskin də bildirdi və bütün dünya da bunu gördü, bildi. İndi işimizdə olan o İsrail sevgililərə deyirəm, bəlkə papağınızı qoyub başınıza fikirləşəsiniz. Bir fikirləşin görüm, biz bundan sonra nə etməliyik? Əziz millətim, vallahi biz o qədər humanist millətik ki, o qədər həqiqi mənada Allaha yaxın millətik ki, biz bəzən dostumuzla düşmənini ayıra bilmirik bu humanistligimiz ucbatından. Amma bilmirik ki, bu bəzi ölkələrin, bəzi dövlət başçılarının bizə olan dostluğunun arxasında, dırnaqarası dostluğunun arxasında xəyanət var, mənfəət var. Onlar mənfəətlərini güdürlər. Nankörcasına bizə qarşı yeri gələndə arxadan zərbə vururlar. Bunu biz biraz, necə deyərlər, bilə bilərik, əgər biz humanistligimizdən biraz əl çəksək. Başımıza nə bəlalar gəlir, bizim insanpərvərliyimizdən gəlir, humanistligimizdən gəlir. İnsanlara sevgimizdən əmələ gəlir, baş verir. O, kimisi demişdi, lənət olsun mənim içimdəki insan sevgisinə. Biz dostla düşməni çox çətin tanıyırıq, geniş tanıyırıq, başımıza bəla gələndən sonra. Ancaq mən elə gəlir ki, bundan sonra hər bir vətəndaş, hər bir bu Azərbaycan çörəyini yiyən insan fərqi yoxdur millətindən asılı olmayaraq. Bu, belə bir vicdansız qərara öz münasibətini bildirməlidir. Çox sağ olun, gecəniz xeyrə qalsın.